Gedirik gözəl Qubamıza. İzləyicimiz Şəkər xanım bizi qonaq çağırdı. Sizin üçün Quba mətbəxindən çox maraqlı yeməklər hazırlayacağıq. Qubaya gəlib Quba bükməsi yeməsək yəqin ki günah olardı. Ona görə də bu prosesi canlı çəkib sizə göstərmək istədik. Bağdanın hədiyyələrini götürək. Salam Şəkər xanım. Cəməlim, xoş gəlmisiniz. Xoş gününüz olsun. Nə xoş sizi burada görmək. Bizə də xoşdur. Çəkmisiniz, minnətdaram. Çox sağ olun. Çox sağ olun qonaq elədiyiniz. Buyurun. Başlayacağıq Zöhrə xala. Bu gün başlayacağıq. Qubada Şəkər xanımın evində Quba mətbəxindən olan cır-bır hazırlayacağıq. Ben kavururam soğanları. Biraz da kavurup sökerim kartoşkanı. Eğer bu dağların, bağların barı, ah, reynay almaların, ah, Bağdanın soyulmuş pomidorlarını da senin bir börege helal veririm. reynay almaların, ah, kızıl karın, bahara benzeir payız ayların. Bahara benzeir payız ayların. Ne kadar güzelsen, güzel ay Quba, ne kadar güzelsen, güzel ay Quba. Harada gedirəm bu qozlu yeməklər məndən əziz çəkmir. Keçən həftə də qozlu dolma pişirmiş. Zöhrə xala, izləyicilərimizə nə demək istəyirsiniz? Allah can sağlığı versin. Allah herkese ruzu bereket versin. Niş olsun.